1 manata düşən kurtkalara baxın. Siz bu kurtkalar hamısı 1 manat. İnanmayacaqsınız, həqiqətən şok bir şeydir. Bu cür bahalı kurtkalar üzərinə 50 manat, 60 manat yazılmasına baxmayaraq 1 manat olacaq. Kanalımıza xoş gəlmişsiniz. Videolar izlərkən bəyənib səhifəmizə abunə olmayı unutmayın ki, bu kimi indirim paylaşımlarını qaçırmayasınız. Mağaza avtovazalı yerləşir. Mağazanın çöldən videosunu paylaşacağım. Və sona qədər diqqətlə izləyək ki, sonra bəziləri ki, mən elə bildim Əhmədlidir, mən elə bildim Sumqayıtlı söhbətləri eləməyək və bu soyuq havalarda gedib elə boş qayıtmayaq. Sabah 27 fevralda mağazada bütün geyimlər, üzərinə yazılan qiymətdən asılı olmayaraq, baxın bu kurtkaların hər biri sabahların 4 manatdır. Bu mağazanın qiymət cədvəli və cədvəlini görsəndiyi kimi sabahların 4 manatdan bahalı bütün geyimlər 4 manatdır. 4 manatdan aşağı nə tapsınız yarı qiymət. Və ya da 28 fevralda artıq 3 manat olacaq bunların hər biri. Yəni ki, bunlar mağazanı göstərəcək. Mağazada geyimlər hər birinin artıq çox. Martın 1-də olacaq 2 manat, 2 mart tarixində 1 manat 50 qəpik olacaq. Martın 3-də isə bütün geyimlər artıq 1 manat olacaq. Kurtkalar görsünüz, baxın hər biri sabahlarım 27 fevralda olacaq 4 manat. Bax cədvəldə videonun üzərində var. Bəziləri var deyir ki, 1 manat olan günü gedib filan kurtkanı alaraq da. Yəni bu cür axın olmaq da lazım deyil. Çünki cəmaət hər gün gəlir, aparır, gedir. Biz bugün çəkdiyimiz elə kurtka var ki, mən çəkəndən sonra müştəri apardı getdi. Mən deyəmərəm ki, bunu alma biz çəkiliş eləmişik. Və bir də onu xatırladım ki, üzərindəki qiymətlərə baxmayın. Bax, yenə deyirəm, üzərindəki qiymətdən asılı olmayaraq sabahlarım 27 fevralda 4 manatı. Bəziləri gəlir gir mağazaya üzərində qiymət 50 manat, 60 manat. Sakitcə deyinə çıxıb gedirlər. Deyinə getmək lazım deyil. Siz çünki videoları sona qədər diqqətlə izləmirsiniz. Artıq bəzi müştərilər var, bilir. 1-2 qaş üzərində yazılan qiymətdən asılı olmayaraq 50 manatlıqdır, 100 manatdır, 500 manat yazılan kurtka da belə 27 fevralda 4 manatdır. Bura Express Memidir, ən böyük Avropa geyimləri mağazasıdır. Avtovağzalda 2-ci mərtəbədə 2-ci sırada yerləşir. Bax görürsünüz, yazılıbdır ən böyük Avropa geyimləri mağazası Bakıda. Bax qapı üzərində yazılıbdır Memi 1. Görürsünüz, çünki burada mağazalar çoxdur, ona görə diqqətlə baxın videolara. Uşaq kurtkaları da var, böyüklər üçün paltarlar var, tekstillər var. Hər şey 27 fevralda olacaq 4 manata, artıq 28 fevralda olacaq 3 manata və cədvəldə videonu az öncə paylaşmışdım. Baxın, görürsünüz kurtkalardır. Sonra gəlir ayaqqabı bölməsinə. Bu isə ayaqqabılardır. Ayaqqabıların üzərinə 15 manat yazılan da sabahlarım 4 manatdır. Üzərinə 50 manat yazılan da sabahlarım 4 manatdır. Avtovağzalda ümumiyyətlə bax bu mağazanın yanındakı digər mağaza da var. Orada kiloqram hesablı bütün geyimlər. Oranın da qiymət cədvəlini az sonra paylaşacağım. Ona görə diqqətlə izləyin. Bax krasovkalardır, ayaqqabılar, paltarlar. Görürsünüz sabahlarım 27 fevralda olacaq 4 manata. Üzərinə 50 manat, 40 manat, 100 manat, 1000 manat yazılan ayaqqabı nə var? Hamısı sabahlarım olacaq 4 manat. Birisi gün 3 manat. Və martın artıq 3-ündə 1 manat. Bax 32 manat yazılıb, düzdürmü? Sabahlarım ya buna 4 manat ver apar və yaxud da bu da 32 manat yazılıbdır. Sabahlarım ya buna 4 manat ver apar. 45 manat yazmayıb qardaş. Sabahlarım ya buna 4 manat ver apar. Və yenə deyirəm, bura ikinci əl Avropa geyimləri mağazasıdır. Yəni bəziləri deyir ki, 1 manat olan günü gedib filan paltar alaraq da, yaxud da gəlirlər, razmer yoxdur, sən yalancısan. Qardaş, bura razmer mağazası deyil, əzizim mənim. Bura Avropa geyimləri mağazasıdır və burada hər geyimdə bir dənə olur. Yəni gəl burada bizi borclu çıxarmaq lazım deyil. O üzərində qiymətini yazdım, 45 manat yazmayıb qardaş. Sabahlarım ya buna 4 manat ver apar. Həqiqətən maraqlıdır. Bilir ki, Memi mağazasına gəlir və bilir ki, burada hər geyimdən birdən olur və gəlir ölçü tapmayanda və yaxud da ki, əynində bu kurtka olmayanda başlayırlar adam borclu çıxarmaq ki, yalan söhbətdir. Arkadaş, qiymət var. Endirimdən bizi cavab deyil. Endirim mən deyirəm sizə əgər 27 fevralda burada hər şey 4 manatdır. Sən əgər gəlib 4 manatı burada görməsən, onda hə ağız dolusu yaz. Kiməsə üstə böhtan at, kiməsə yalançı dinən. Kurtkalardır, üzərində yazılan qiymətdən asılı olmayaraq hər biri sabahlarım 4 manat. Bax xanım üçün kurtkaları görürsünüz. Hər biri fərqi yoxdur. Yenə deyirəm, üzərində 50 manat yazılan, 100 manat yazılan, 10 manat yazılan sabah hər biri 4 manatdır. Adresi bir daha göstərən, bax ikinci mərtəbə ikinci sırada və ikinci mərtəbə ikinci sırada bu mağazanın yanında Grand Mimi də var. Buranın öz endirimləri var, hər kəs bilir zaten. Yaşlı etiketləri 50% endirim var, qırmızı etiketləri 70% endirim var və sarı etiketləri isə bu mağazada 30% endirim var. Bahalı mallar burada çox olur. Bahalı mallar lakin ucuz qiymətə. Və uşaq paltarları var, görürsünüz, üzərində qiymət yazılıb 19 manat 50 qəpik, üstə gəlir ki 50% endirim var. Və yaxud da ki, qırmızı etiketlərə baxın, 70% endirim var, yaşlı etiketlər 50% endirim var. Çox maraqlı endirimlər var. 29 manatlı kurtka düşüb 70% endirimə. Və yeri gəlmişkən digər filiallarımızda da böyük endirimlər var. Sabahlarım 27 fevral tarixində İnşaatçılar filialında bütün geyimlər olacaq 5 manat. Bax, diqqətlə qulaq asın, İnşaatçılar filialının videoları bizim səhifəmizdə var. İran filialı üzbözdə yerləşir, McDonald's-da üzbözdə. Baxın, qırmızı etiketlər görürsünüz, qardaş, belə qiymət olar. 4 manat 20 qəpik. Burada cins şalvar satılır. Çünki üzərində bütün qırmızı etiketlərdə 70% endirim var. Nə ki bu filialda bütün Grand Memi filiallarında eyni kampaniya var. Yəni bayram olduğu malda nə vaxt Grand Memi ilə gəlsəz, bütün qırmızı etiketlərə 70% endirim var, sarı etiketlərə 30% endirim var. Üzərinə yaşlı etiket olan bütün məhsullara isə 50% endirim var. Ağ, rəngsiz etiketlərdə isə endirimi çıxmış bazar qiymətlərindən ən aşağı olan qiymətlərdir. Yəni görürsünüz, ayaqqabıdan paltara qədər, paltardan hətta gəlinlik geyimlərinə qədər burada hər şey satılır. Mağaza ikinci mərtəbədə ikinci sırada yerləşir. Lakin mağazanın ikinci mərtəbə 5-ci sırasında da böyük bir filialı var Grand Memi'nin. Orada isə hər yaş, hər zövqə uyğun geyimlər var. Çünki bura ikinci mərtəbə ikinci sırada yerləşən bu mağazada yalnız xanım və uşaqlar üçün olan geyimlərdir.
Lakin ikinci mərtəbə 5-ci sıradakı Grand Memi'də isə hər yaş, hər zövq uyğun geyimlər var. Moto geyimlərindən tutmuş ov geyimlərinə qədər. Baxın, burada təkcə xanımlar üçün, lakin burada da krossovkalar var ki, bəylər də geyinə bilər. Universal ayaqqabılar, universal paltarlar, universal kurtkalar burada həddindən artıq çoxdur.